Son vaxtlar təsərrüfatlara vəhşi heyvan hücumları artıb. Əsasən də canavarlar kəndlərə hücum edərək qoyunlara və malqaraya zərər vururlar. Elə hadisələr də var ki, bir vəhşi heyvan 10-a yaxın qoyunu tələf edir. Amma bu hadisədən sığortalanmaq mümkün imiş, həm də güzəştli qaydada. Sığorta haqqının yarısını ödəməklə bu imkandan necə faydalanmaq olar? Sığorta başqa hansı risklərə zəmanət verir? Sujetdə aydınlıq gətirmişik suallarımıza. Qax rayonunun Meşəbaş kəndində qoyun sürülərinə canavar hücumları tez-tez olur. Sakinlər deyirlər ki, ən son bir neçə gün əvvəl vəhşi heyvanlar sakinlərə zərər vurub. Tez-tez mi bu canavarlar hücum eləyir? Çox, həddən artıq yoxmu? Mümküniyyət yoxdur saxlanmağa. Tez-tez yoxmu? Bir vaxt hava eşik, yağışlı, bir dumanlı oldu. Ancaq bugün günlü-günü gəlib soxuldular. Bugün bir dənə heyvanımızı nə elədi? Quzunu aparan yerə saldırdıq. Rövşən Omarovun təsərrüfatına da vəhşi heyvanlar hücum edib. Canavarlar bir neçə qoyunu parçalayıb ümumilikdə 3000 manata yaxın ziyan vurublar. Son 16 gündə 8 heyvanım canavar tərəfindən tələf olunubdur. Bugün yenə təsərrüfatımız canavar hücum edib. Yəni mən heç nəyi bilmirəm. Çünki canavar qırmızı kitabda olduğuna görə biz tərəfindən heç bir şey yalnız Ekoloji Təbii Sərvətlər Nazirliyi tərəfindən tədbir görülməlidir. Yanında ola eləyir. Bu yandan qovursan o yandan biri gəlir. Sürüyə girir. Yəni birini qovanda o birisi aparır uca. Ondan sonra da tək adam, tüfəng yox, silah yox, nəsə bir əlac qılasan. Canavarlarla mübarizədə əlac qılmaq çətin olsa da dəyən ziyandan sığortalanmaq mümkündür. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təsərrüfatları belə risklərdən qorumağa imkan verir. Həm bitkiçilik, həm də heyvandarlıqda vəhşi heyvan riskləri sığortaya daxildir. Bitkiçilik sahəsi üzrə təbiət hadisələrindən fırtına, dolu, şaxta vurma, sel su basma, əlavə olaraq vəhşi heyvanların hücumu bu kimi hallara sığorta təminatının verilməsi nəzərdə tutulmuşdur. Həmçinin heyvandarlıq sahəsi üzrə də vəhşi heyvanların hücumu riski təminat olaraq verilir. Ondan əlavə olaraq zəhərli otlar və ya yemlərdə zəhərlənmə, həmçinin kimyəvi maddələrin təsirində zəhərlənmə, əlavə olaraq yoluxucu xəstəliklər, bu kimi hallara da sığorta təminatı verilməsi nəzərdə tutulmuşdur. Fərid Mustafazadə bildirir ki, təcrübədə ən çox rast gəlinən hallar canavar hücumu olsa da, vəhşi qabanların, ceyranların, quşların əkin sahələrinə, meyvə ağaclarına zərər vurmasına da rast gəlinir. Hətta bununla bağlı sığorta ödənişi də həyata keçirilib. Sığorta haqqının 50%-nin dövlət tərəfindən qarşılanması nəticəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını sığorta edə bilərlər. Vətəndaş tərəfindən yəni xırda mücdi heyvan 300 manat məbləğində sığortalanarkən 7-11 manat arası sığorta haqqı hesablanır məbləğ. 1000 manatlıq götürsək minimumdan 20 mücdi heyvan sığortalanması isə hardasa 24-39 manat aralığında dəyişir sığorta haqqı. Hadisə olanda artıq bəli heyvanın 300 manatlıq sığorta məbləği ondan azalma məbləği 10% çıxılmaqda, yəni 300 manatın 10%-i 30 manat edir. Geri qalan 270 manat hissəsi tam olaraq ödənilir. Müqavilə şərtlərinə uyğun olaraq. 1000 manatlıq heyvanda olduğu kimi, yəni 1000 manatın 10%-i 100 manat çıxılır, 900 manat hissəsi tam ödənilir. Heyvanların sığortası üçün onların peyvəndlənməsi və birkalanmış olması, heyvan barədə məlumatların elektron kənd təsərrüfatı sisteminə daxil edilməsi vacibdir. Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu tərəfindən heyvandarlıq sığortası üzrə ümumilikdə 3,5 milyon manat zərər ödənişi həyata keçirilib. Bu rəqəm hər gün artmaqdadır. Təkcə bu ilin 4 ayında zərər görmüş heyvandarlıq təsərrüfatlarına 230 min manat kompensasiya ödənilib. Hacı Ömər İsayev, İlkin Mirzəyev, Ayxan Şükürov, Vəfa Şəhlai, İqtisadi Zona.